Hər bir salam dostlar, kanalımıza, videomuza xoş gəlmisiniz. Başladan da gördüyünüz kimi bugün Azərbaycan TikTok videoları izləyirik. Çoxdan ki TikTok videolarına reaksiya vermirəm. Bunun səbəbi isə güya fərqli kontent gətirirdim güya. Nəysə də o şey videomuza like atırsınız, kanalımıza abunə olursunuz. Biz də çox uzatmadan keçirik videoya. Bomba bir möhtəşəm bir videolar var, yepyeni videolardır. Baxaq, nəysə. Çaşdım. Baxaq da like atın, abunə olun, yenə deyirəm. Vəziyyətdən çıxmaq üçün like-la abunəni atdım araya. Xoş izləmələr. Qaqaşın mikrofonunu söndürüblər, prosto özünə demirlər. Baxaq Qaqaşa. Geyimiz orada axı. Baxanda bilinir ki, uşağın oxumağa həvəsi var. Halaldır, uğurlar. Buna artıq nə reaksiya verim mən? Pis iş eləmir axı. Bu nədir? Başı çalmalı adam görürük. Günaydın. Günaydın. Yeni mi kalktınız? Evet. Siz maşallah. Bu nə videodur? Sən Allah. Pərdəni dartışdırır elə o izə bu izə. Nəysə də dəsmala görə artıq reaksiya verməyə dəyməz. Ayğol deyil, xatirə dəftərdə elə bil. Sözler. Çalış həyatdayız, bırak burada yox. Qarşınıza qoyduğumuz məqsəddən asılı olmayaraq əldə etdiyiniz nailiyyətdən sonra artıq suyu çək. Nəmədən yazıblar? Məni təmiz saxlasan gördüyüm heç kəsə demərəm. Qapırıçkasını qırıb gedən oğlan. Özün bildin dədə. Bildim də. Oydo. Sigaret çəkmə. Yükün ağırlaşacaq. Ayğolda bu nə sözlərdir? Ayaqqabıyım burada. Ay mən deyən. Ay mən deyən. Ay nə qədər nöqtə var idi. Ayğol deyil həqiqətən də. Dəftər də elə bir yazıb doldurublar. Oo, filmimiz gəldi. Şükür Allah oğlan ol. Allah hərəkət elə. Həmən Söhbət əlli deyəsən. Bunun videolarına reaksiya çəkəcəm ana. Şu effektinə zadına bax bunu. Dedi və getdi. Otları içini getdi nəsə. baxın qardaşlar, baxın buna bir çarə deyim bax. Buna mən nağarım bax. Buna gözəl qardaşlar. Taxıl qoymayıb qala bunu Göz görə video çəkir. Allah at daşdan zaddan öldürdü onları. buna nağarmaq olar Əməlli başlı yeyib içiblər ha. Dolu bədənlidirlər. gözüyle. 1000 dənə de bəlkə də. Yalan olmasın. Da nə qədər getdi hələ qapını açanda. Biri düşdü bax buğdalar içinə. Aa, bu nə də Buna var? arpa qoymayıb qala. Buna nağarmaq olar. Ha, bir nəfər yazıb ki 10 dənə xüsusi təyinatlı pişik. O pişik 10 dənə pişik də bunları heç tuta bilməz. Çox şeydə. Sevik olurlar axı. Sən video çək. Onlar gedəcək özləri. Doyub gedəcəklər, tam yeyib qutarsınlar. Görəcəklər buğda yoxdur, gedəcəklər. Həmin o bratvalarla 30 il sonra. Video yeni çəkilib ha deyəsən. Çünki çoxdan çəkilmiş olsaydı qabaqcadan görərdim də mən bu videonu. Orijinal versiyasını görmüşdüm, bu yazı olmayan yəni. Dayılar videonun nə məqsədlə çəkib? Uşaqlıqdan yəqin bu cür eləyərək yeriyiblər. İndi yəni indiyə kimi davam eləyiblər də. Yəni də dostları uzun müddətlidir. Çünki qısa müddətdə dostlar belə havada bir yerdə olub neynirlər? Domino falan oynamağa gedərlər də yəqin ki. Heç bilmədim nə deyim, nəysə də. Təyyarədə olan təsadüfə baxın. Nə təsadüfdür bu belə? Mələklər. Çünki yağışın ilk yağmasını hiss eləyən yeganə insanlardır. Keçəl adamlar sırayla düzülüb. Təsadüf dəqiqətən. 10-15 nəfər keçəl adamı ilk dəfə bir yerdə görür. İdman dərsi keçir deyəsən uşaqlara. Yəni idman müəllimidir də bu mən bilən. Videolarına falan baxıram arada. Hop belə vurmaq lazım. Canavar. Bu yelləndi, dayanma yoxdur. Burası özünə zərər verən müəllimdir də bu. Hələ bir xüsusi təyinatlı yetişdirir. Şu alan Sapaşkı'nın gözəlliyinə bax. Orada Sapaşkının gözəlliyinə baxın bir dənə. Gün yanvarının 16-sıdır. Sapaşkın Türkü alan dərici, nakton deyəndi. 80 manatda pul vermişəm Sapaşkıya. Bir 3 dolar aldım. Eynən bunda var, bundan var. Eynən bundan var deyəndə eynən bundan görmüşəm. Babamda var idi. Haradasa 45 manata falan almışdım mən bilən. 80 manata qaldırıblar. Ola bilər. Bəlkə də bu başqa formasıdır, nə bilim.
Ola bilər də, ola bilər. 80 manat da ola bilər. Çünki bunlar dəri olur mən bilən. Qoyduğu mahnıya baxır bir dənə. Göz vurur buna bax. Ha başındakına baxın bir dənə para deyə. Yaxşı. Balaca uşaq da girdi TikToka. Bir dənə TikTok çəkməyə mən qaldım. Mahnı oxunan kimi qızlar. Oxuya bilmirəm o özü. Oxumaq yaddan çıxır, mən dərsləri tanımıram. Nəysə də mahnı oxunan kimi qızlar. Neyini qızlar mahnı oxunan kimi? Sağdakına baxın bir dənə. Ayda. Ya bu blogerin adını bilmirəm. Bu videolarla reaksiya çəkərik. Uşaqlarla illərdir planladığımız manqal keyfi. Ət yoxdur. Həqiqətən də ət yoxdur. O nədir? Balonun içində onu da ola. Bir damcı dibində. Ona elə butulkaya falan tökərdin də sən. Ət yoxdur. Yaxşı dostlar var. Yox, aşı pul mənə dəyişməz deyən dostum özünə iPhone alar. Bu dəqiq iPhone-dur. Ekranı yaxın tut, tam görmürəm. Bax, mən indi hardan bilim ki o dəqiq iPhone-dur? Bəlkə Dubaydır. Mən indi bax o ətir qabını göstərir. Mən hardan bilim ki onun içi doludur? Ya da izləyicilər, bu videonu izləyənlər hardan bilsin ki o telefon iPhone-dur ya da ətirin içi doludur? Nə bilim. Hər şey ola bilər. Əsasdır ki gözümüzə babat soxur. Tapazda dostunu satışa çıxaran şəxs saxlanılıb. Aha, Tapazda dostunu satışa çıxarıb. Baxaq nə cür satışa çıxarıb. Haqqında elanı yerləşdirib baxa görüm elan haqqında nələr yazıb. Şəhər Bakı, Bakıda satılır. Dostunu Bakıda satır. Moşennik. Heç kəs xeyri dəyməyən, keyfiyyətsiz, xarab, işi düşəndə zəngədən. Buraxılış ili 1997. Yürüşünü kilometrini yazıb avara, yeni köhnə dost. Köhnə dostsa, bunun qiymətini neçə yazıb görəsən? İfadəsində bildirib ki, alver zəifdir. O qədər keyfiyyətsiz adamdır ki, 20 gündə elan orada heç kəs yazıb maraqlanmır. Alver zəifdir. Əvvəl bir qarın köləyə barter edirdim, indi bir dənə şütükli siqareti də olsa satarım. Heç kəsə xeyri deyil. Ən yaxşısı pulsuz ver kiməsə getsin. Çay da elə. Buxar çıxır, ala, neynir bu? Məzələnir. Belə eləyəndə nə olur ki, güya əl yanır, yapışır bir-birinə. Valla ondan isə əlinizi peçin içinə basın. Odun üstündə yandırın əlinizi. O nə deyə çayı tökürsünüz sonra. Çay ziyan olur. Nə bilmə. Bax donmağa vaxt tapdı. Telefon da getdi. Necə düzəldiblər bunu ya. Nə səhvlik oldu. Baxın başdan. Qayıtçı olmaq əvəzinə daraqla eləyir, kölgə verir. Amma yenə də görünüş superdir də. Çox şey dəyişiklik, çox oxşuyur yəni Trumpa. Bunu düzəldənə halal olsun. Bunu pulla düzəldirlər. Məncə adi elə pulsuz bu cür videonu təsəvvür edin, necə düzəlmiyorlar. Nəysə də söhbəti çox uzatdım. Buna qışqırıq da ola. O çay heç qaynar deyil deyə bəlkə də. Nə yazıb? Öldürdün məni gülməkdən. Sən də məni yaxşı ki həyatımı girdin balam. Mənə bax 3 gündür danışıb gülürük, başımız qarışıb. Hələ bir-birimizin adını soruşmamışıq. Mənim adım Sənandır, sənin Fərid. Necə olur? Bu 3 gündür danışıb adını soruşmuyor. Birinci ad soruşurlar, sonra başlayırlar da söhbətə. Nəysə də əsas odur, axırda adını öyrəndi. Deyib gülüb də özü üçün. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə like atıb abunə olun. Çox xahiş edirəm. Çünki ehtiyacımız var. Ağlamam gəldi. Gəlin videoda görüşmək ümidi ilə. Sağ olun, sevilirsiniz.